İran prezidenti Məsud Pezeşkiyan Azərbaycana təşəkkür edib. Pezeşkiyan bu barədə İslam İnqilabının qələbəsinin 47-ci il dönümü ilə bağlı yürüyüş zamanı xalq qarşısında çıxışında deyib. O bildirib ki, İran qonşu ölkələrlə səmimi və qardaşlıq əlaqələri qurur. Bu, inqilab rəhbərinin göstərişidir. Həmin ölkələr müsəlman dövlətlərdir, dost və qardaş ölkələrdir. Biz bu ölkələrlə əlaqələrimizi gücləndirməliyik. Düşmən bizə qarşı plan qurmaq və ya təcavüz etmək istəyəndə, həmin qonşu ölkələr bir-birinin ardınca bizə zəng edirdilər. Narahatlıqlarını, qayğılarını, mövqelərini ifadə edirdilər. Pezeşkiyan Azərbaycan və Azərbaycan prezidentinə, eyni zamanda Türkiyə prezidenti və Xarici İşlər nazirinə təşəkkür edib. Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Misir, bütün bu ölkələrin İranla bağlı qayğıları var idi. Onlar çalışırdılar ki, biz çətinlikləri diplomatiya yolu ilə həll edək. Mən onlara təşəkkür edirəm deyə İran prezidenti qeyd edib.